Salam aleyküm. Sizə bildirmək istəyirəm ki, bura Vəngdir, Vəng restorandır, Vəng restoranı. Biz şəhid anaları, şəhid ataları gəlmişik bura. Vəngi, balalarımızın şəhid olduğu yeri ziyarət etməyə, gəzməyə. Biz də gəldik, bir biskə çay içək. Gəldik qardaş, burada işçi içənlərin, araq içənlərin. Biz burada bu hırrıxananın əlindən bir yer tap çay içənmədik. Nə müdiriyyəti bizə yaxın durmadı, nə bir şey. Torpağı alan oğlanlar, torpağı canı verən oğlanlar qalıb bir kənarda. Burada elə bir insanlar oturub ki, bura erməniyə qalsa onunla yaxşı idi. Onu demək istəyirəm. Bax, bura erməniyə qalsa onunla yaxşı idi. Elə mən də həmişə onun deyəndə qınırsınız məni. Resimlərdə işlədir. Bax, bura erməniyə qalsa mən Maya Quliyevada onu deyirəm. Belə qarşılamazdı. Elə bax, o torpaqlar ermənidə qalıydı, heç balalarımız da yanımızda olaydı. Vəssalam. Bax, mən də Maya Quliyevada. Elə onu da mən cənab prezidentə, bax bunu kimə veribsə, mən bilmirəm. Hamısı da bilir ki, bunlar şəhid ailəsidir. Bax, bu restoranı. Hamı da bilir ki, Biz çay içə bilmirik burada. Şəhid ailəsi biz çay içəməyən sonra. Bax, bizim uşaqlarımız torpağı niyə görə qanun verib? Elə ermənidə qalıydı. Mənə bax, onu izah eləsin. Bizim nazirimiz, bizim prezidentimizə müraciət edirlər. Bax, bu restoranı gəlsə tədbir görsün ki, bu şəhid ailəsi biz çay vermir. Amma gedin baxın, araqdan hamı vurur orada. Biz bilmirlər ki, biz şəhid ailəsi kimdir. Bu nə deməkdir? Bu nə təşkildir?